Salam dostlar. Danışmaq gözəldir, ünsiyyət vasitəsidir. Amma sakit qalmaq daha cəlbedicidir, daha karizmatikdir. Mən isə sükutun nə gözəlliyindən istəyirəm danışam, nə cəlbediciliyindən. Mən sizin üçün 7 yerdə gərək sakit qalaq. Bu haqda söhbət açacağam. Şübhəsiz insan danışılmalı yerdə gərək danışa, sakit qalmalı yerdə də gərək sakit qalmağı bacara. Amma 7 yerdə mütləq gərək sakit qalasan. Sükut etsən, həm faydasını görəcəksən, həm o düşünülən zərərlərdən, gözlənilən zərərlərdən amanda qalacaqsan və həm də hamı deyəcək ki, maşallah, nə də ağıllı adamdır, bu insan nə qədər müdrik insandır. O 7 yer hansılardır? 1. Əsəbi olduğunuz zaman mütləq sakit qalın. Danışmayın. İndi bilmirəm, sən olduğun yerdən çıx, evdəsənsə, pencəyi giyin, paltarı giyin, çıx çölə, ya çölə getmək imkanın yoxdursa, otaqdan get başqa otağa, başını nə iləsə qat. Amma əsəbi halda danışma. Mütləq əsəbi olduğun zaman danışarkən ədalətsizlik edəcəksən. Kiməsə qarşı haqsızlıq edəcəksən və yaxud ağzından bəyənilməyən söz çıxacaq və yaxud bu sözünlə kiməsə qarşı amansız bir cümlə işlədəcəksən ki, sonradan sənə ciddi şəkildə zərəri dəysin. Əzizim, hiss edirsənsə, əsəbisən, başını nədənsə qat, o an, o ləhzə getsin. 2. Qarşındakı insan əsəbidirsə, sakit qal, eyb yox, qoy o danışsın. Birincidə dedim, sən əsəbisənsə, sən sakit qal. İkincidə deyirəm, eybi yox, neynə? Qarşındakı danışır və görürsən ki, əsəbidir. Eyb yox, gözlə, qoy danışsın. Ürəyini boşaltsın. Sonra mütləq onsuz da peşman olacaq. Dediyi sözlərə görə narahat olacaq. Əgər qarşındakı insan ağıllı insansa, məntiqli insansa, hər hansısa bir səbəbdən əsəbi halda danışırsa, eybi yox. Əslində bu sənin üçün fürsətdir. O peşman olacaq sonra. Dediyi sözlərə görə səndən üzr də istəyəcək. Amma sən də danışsan, o zaman o da əsəbi halda, sən də əsəbi halda, bir-birinizə girəcək söz, nalayiq cümlələr ortada qalacaq, bir-birinizin qəlbini sındıracaqsınız və nəticə etibarilə ola bilər küslülük meydana gələ, incilik yarana, məsələn, sən çıxıb gedəsən, o çıxıb gedə, hər hansısa bir ciddi mübahisələr yarana. Əzizim, nə sən əsəbi halda danış, bir, nə də qarşındakı insan əsəbidirsə danışma. Biraz sakit qalmağı öyrənək də. Elə bu danışa-danışa biz problem yaratmışıq. Yəni evdə, ailədə, iş yerində biraz təmkinli olmaq lazımdır, biraz səbirli olmaq lazımdır, biraz bir-birimizi dərk eləməliyik. Bəs 2 yeri indiyə qədər dedim. 3. Bəzən bir hadisə ortaya gəlib və bizim o hadisə haqqında tam məlumatımız yoxdur. Biraz oradan bilirik, biraz buradan bilirik. İndi düşmüşük bir məclisə, başlayırıq həmin hadisəni danışmağa. Soruşurlar ki, bəs nə cür oldu? Orasını bilmirəm, burasını bilmirəm. Vacibdir danışasan. Danışma da, qoy bilən danışsın. Bəzən danışırıq, problem çıxarırıq. Bəzən danışırıq, görsən, məsələn, bir tərəfini deyirik, başqa tərəfini demirik. Eşidənlər yanlış anlaya bilir. Bir hadisəni tam bilmədinsə, danışma. İcazə ver, başqaları danışsın. İcazə ver, o hadisəni, o məsələni, o hökmü, o hər hansısa bir elmi məsələ ola bilər, ictimai məsələ ola bilər. Bilənlər danışsın, gözlə, sən də tam bildin, eybi yox, sonra sən də get hardasa danış. Amma tam bilmədinsə, lütfən danışma, bu da 3. 4. Əgər hiss eləsin, sən danışdığın zaman sənin bu sözündən, sənin müxaliflərin, ya ölkün, vətənin düşmənləri, ya hər hansısa bir sənin əqidə düşmənlərin
hər hansısa bir ideoloji prinsipdəsən, müxaliflərin ondan su istifadə eləyəcəklər, o zaman danışma, məcbur deyilsən. Sən bir söz deyirsən və sonra da deyirsən ki, mənim məqsədim bu deyildi, mənim sözümdən su istifadə elədilər. Əvvəl müdrik olmaq lazımdır. Əvvəl danışmamışdan öncə gərək insan bu deyirləri min ölç, bir biç. Sən ki bilirsən ya güman edirsən, ya gərək güman edəydin, zənn edəydin ki, sənin bu sözündən su istifadə olacaq. Niyə danışdın? İnsan elə burada deyirlər, gərək insan ağzını tutmağı bacarar. Bu da dördüncü yer ki, mən istədim. Beşinci yer hardadır ki, insan gərək sakit qala orada. Əgər görsən ki, sənin danışmağın səbəb olacaq ki, dostum, yəni əvvəl dedim düşməni, indi deyirəm dostum. Dostum yanlış anlaya. Sənin bu sözün ona başqa cür məna verə. Yəni sənin sözündən, sənin dostun, sənin o bəlkə də ürəyindən başqa şey keçirdi, amma o yanlış anlayacaq və bunu da sən təxmin vurursan. Yenə deyirsən, demə. Biz özümüz bəzən deyirik. Elə bilirdim sən yanlış anlayacaqsan. Bəs bilirdin, niyə dedin? Sən ki bilirdin yanlış anlayacaq. Bəs niyə ağıllı olmadın? Niyə dedin? Deməli, o yerdə ki bilirik, hiss edirik, güman edirik. Təxmin vururuq ki, mənim bu sözümdən dostum başqa şey anlayacaq. Ola bilər, tamam, yəni başqa istiqamətə çəkiləcəkdə, bütün aramız deyə və yaxud digər yeni problemlər çıxa, onda da mütləq xahiş edirəm danışmamağı öyrənəcəyik. 6-cı yer hardadır? Çox önəmlidir. Bax, buna təkid edirəm. Bu 6-cıya təkid edirəm. 7-ci də daha önəmlidir. Bəzən biz bilirik mənim bu sözüm, mənim bu cümləm, danışığım o məclisdə oturan hər hansısa bir insanın qəlbini qıracaq. Və yaxud qarşımda bir insan var, bir söz işlədirəm, düşünürəm, mən bu sözü desəm ürəyi qırıla bilər. Deyirəm, hələ deyim də, inşallah narahat olmaz, əgər yaxşı adamamsa. Yaxşı adam deyiləmsə, deyirəm, cəhənnəmə ürəyi qırılsın. Yəni bəzən insan o qədər pis olur ki, o qədər vicdansız olur ki, heç kimin ürəyinin qırılması onun üçün önəmli olmur. Məlum ki, təmiz adam, vicdanlı adam insanları dərk edir. İstəmir kiminsə qəlbini qırsın, istəmir kiminsə ürəyinə dəysin. Amma hər halda mənim sözüm buradadır. Əgər hiss eləsin, sənin danışmağın kiminsə ya kimlərinsə xətrinə dəyəcək və onu deməyə də sən məcbur deyilsən. Baxın, bəzən ola bilər deyəsən ki, mən məcburam, neynim indi qəlbi sınır, mən gərək deydim. Özün üçün bir argumentin var, dəlilin var deməyə, eybi yox, neynəyik, de. Amma bəzən heç belə deyil. Məsələn, bir məclisdə sən bilirsən ki, bu adama desən, filan kəs, nə yaman kökəlmisən, bir qadındır da, qırılacaq, sınacaq, bilirsən bu gərək bu təxmini vuraydın sən, yenə deyirsən, desən, zarafatdır, deyilədim. Niyə bu işi görürsən? Ya onun zahirinə, onun paltarına, ya onun ailəsi haqqında bir məsələni ortaya atırsan, ya elə ikilikdə söz, amma bir şey deyirsən, bir cümlə ona işlədirsən ki, öncədən bu təxmini də vurursan, qəlbi qırıla bilər, amma yenə deyirsən. Lütfən insanların qəlbini qıracaq bir söz deməyək, sakit qalmağı bacaraq da. Yəni, belə yerlərdə biraz dilimizə sahib çıxaq. İnanız, neçə saniyə, demirəm, dəqiqə. Demirəm dəqiqə. Neçə saniyə sözümüzü udsuq, bir də görərək ki, yəni o sıxıntı yaranmadı bizə. O söz qayıtdı, getdi. Biz bəzən o qədər alışmışıq elə ağzımıza nə gəldi deyək. Sonra bir neçə saniyə belə ağzımızda tutub saxlamırıq. Elə bilir ki, gərək beynimizdən, ürəyimizdən gəlibsə, o söz gərək ağızdan çıxar. O ağızdan çıxan söz da sənin deyil, Söz ki, ağızdan çıxdı da sənin deyil. O hədisdə də var, sən onun gərək dalınca düşəsən. Sən onun artıq əsirisən. Nə qədər deməmişdin, İmam Əli buyurur, nə qədər sözü deməmişsən, söz sənin əsirində.
Elə ki dedin, sən sözün əsirisən, düşürsən o sözün dalınca. 7-ci yeri deyirəm ki, sonuncu yerdir və bunu mən çox önəmli bilirəm. O yerlərdə ki, o məqamda ki, sənə deyilən sözün sirr olub olmamağını bilmirsən. Məsələn, bir dostun sənə bir söz deyib, amma bilmirsən ki, bu sözü ki sənə dedi, bu sözü sənə sirr olaraq deyib, yoxsa elə bilə dedi. Demə heç yerdə o sözü. Çünki ola bilər sirr ola, sirr olsa nə olar? Məlumdur ki, sonra gəlib səndən dava eləyə bilər, sənə narahatçılığını bildirər, sənə deyər ki, sənə mən güvəndim o sözü dedim. Sən onda durub deməyəcəksən ki, vallah mən bilmədim, sən onu sirr olaraq mənə dedin, elə bildim, elə deyə bilərəm. Şək belə eləsin, bu söz ki mənə deyilib əmanətdir ya yox, sirr olaraq deyilib ya yox, demə. Məyər hər sözü deməyə məcburuq. Ona görə deyirəm, təmrin eləyək, məşq eləyək, danışmamağı, hər yerdə hər sözü deməməyi məşq eləyək. Mən 7 yeri bugün sizə dedim, ümid edirəm, riayət eləməklə həm əzəmətli şəxs olaq, həm dəyərli bir şəxsə çevrilək, həm cəmiyyət içərisində aqil və kamil bir insan kimi tanınaq. İnanın, sükut bu qədər insanın həyatında, karizmasında, insanın şəxsiyyətində, mövqeyində təsir qoyur. Ümid edirəm, faydalı oldu bu söhbət. Allaha əmanət qalın.